Salam. Bu videomda paylaşdığıma görə bu deməkdir ki, mən imtahanı keçmişəm. Həqiqətən çox xoşbəxtəm. Burada deyildim. Ona görə sadəcə cavabı ailəm bilir. Dostlarımın xəbəri yoxdur. Və mən də indi dostlarıma xəbər eləyəcəm. Bəzilərinə zəng eləyərək, amma Nigar buradadır. Nigar'a dedim ki, tez düş, yaxşı deyiləm falan. Danışmaq istəyirəm. Çünki istədim ki, onlara sürpriz eləyim və bu videonu çəkə bilim. Nətərsən? İmtahan keçmişəm. Allah'ım ben de yazacak yani düşündürdüm ki ayda görəsin də vaxtı temin almalılar. Ayda bir gösterdi şeyleri. Ne ayda Prezentləmişsən, necə görürsən? Hello, Almanya'dan Hamiyə tekrar salamlar. Bugün çox böyük gündür. Bugün imtahandır. Yok, bugün imtahan değil, sabah imtahan. Bugün Erfurt'dayıq hal-hazırda, Nananın içərisindəyik. Elə yox, yəni belə normal. Nananadayıq Erfurtda. Günayla Sabah imtahanı mən yox. sabah mənim imtahanımdır. Günayla səhər 9-dan yoldayıq. Kassirə gedirik. Bəli, mən də yaxşı bir dost olaraq Gülşən bu yolda beqlayt eləyirəm. Günay dedi ki, artıq bu işi əl atmalıyam. Çünki mən birinci imtahanımdan, resim imtahanından kəsilmişdim. Çox üzücü bir stres oldu və mən onda da əslində video çəkirdim, amma paylaşa bilmədim keçən il. Dekabr ayında. Ona görə yenidən bir dəfə familiya imtahanı verirəm. Heyecan dorukdadır, həm də biraz qorxulu. Bu keçəcəkdir, tutaq da. Yoxsa belə YouTube üçün belə yaxşı səslənir. Bu dəfə keçəcəm, Uğur Məryəm olaraq dedim Günay yanıma gəlsin. Tək olmaq istəmirəm. Ümid eləyirəm Uğur gətirər. İnşallah. Gətirməsəm mən Nəysə. dostluqdan çıxardacaq. Yox, gətirər həqiqətən çünki bu sondur. Nəysə belə. Nerede olma yaxşı olacaq. Yəni bu videonu paylaşacağam mən hardasa mayda. İmtahanın cavabı çıxandan Hə, sonra. eynən paylaşacağam. İndi İnşallah. başqa bu yolculukda nələr oldu onu da paylaşacağıq. Gidik. Qatada yer tapmırdıq. Güclə bir yer tapdıq. Günay, say hi. Kızım bekle düşüyor. Bir saatlik yolculuk. Şey yapmıştım, oturduğum yere yapıştım. Bizim 2 saat yolumuz var. İndən sonra neçə? 2 saat 20 dəqiqə. Ondan sonra çəkir. Ay sabah imtahanında həqiqətən dəhşət. İmtahan mərkəzinin yanından da vlog çəkəcəm. Biz imtahan gözləyəndə belə necə olur. Deyirəm ki, imtahan nəticəm gəlsin ki, imtahan keçmişəm. Mən çox rahat olum, gedim əylənim, gəzim, dostlarımla görüşüm. Getmək istədiyim yerlər var, onlara gedim. Həqiqətən hamısını ərtəliyə gedirəm. Hələ də Hallstatt'a gedə bilməmişəm. Bilmirəm, bundan əvvəlki vloglarda demişəm ya yox, amma mən Zalcburqa getmişdim. Bax, mən Hallstatt'a getmək istəyirdim orada. Hələ də gedə bilməmişəm. Amma inanıram ki, ümid edirəm ki, bu il gedəcəm. Hi guys, biz otelə çatmış bulunmaqdayıq. Və təsadüfən biz Günayla bu gün eyni koftə geymişik. İndi Kasserdəyik. Yolumuz 7 saat yarım oldu. Həqiqətən çox yorulduq. İndi almağa bəzi şeylər gedəcəyik. Bu bizim Çünki birazdan azacağıq və burada marketlər 8-9 kimi bağlandığı üçün indidən gəlib almalıyıq. Yəni bu mənim imtahan kombinimdir bu arada. Çünki başqa o qədər də yük gətirmək istəmədiyim. Elə bir baş yeni bir şey elədim. Onsuz da imtahanda paltarın bir önəmi yoxdur həqiqətən. Birinci imtahana girəndə çox özlənmişdim ki, ay təzə paltar olsun, nə olsun, belə olsun. Nəysə. Hətta o imtahana bir şalvar giymişdim. Nəysə, belə biz indi gedirik mağazaya. Mağazada da aldıqlarımızı da paylaşarıq da. Yəni bu imtahan süreci vlogudur, nə də olsa. Bir şeylər almalı pul olub 25 sent verməyə. Bu arada bu su. Poşetə verməyə pul olmayan o qızlar. Bir de bu su. Bir dakika kamera açayım. Bu arada bu su 29 avroydu. 29 avro nədir? 29 sent. 29 sent idi və əlavə də bunun qabıqlaşdırması pulu 25 sentdir. Prosto yəni çox ucuz deyil. Çox uyğun qiymətədir. Amma o qədər aman keyfiyyətli də deyil. Nəysə sorğulam. İstəyirəm nə yaxşı deyə, yəni var sirap, badamlı. 3-4 Yıxılırdı. 3-4 dənə marka var. Onda şey deyirik, marka ama. Marka. 3-4 dənə marka var. Onu alırıq, tutarıb gedirlər. Burada dəhşət çoxdur. Yəni mağazalar nəysə olsun. Və 23 aprel gəldi çatdı. Hal-hazırda saat 10-da Almaniyada və biz şu oteldən çıxırıq.
və saat 14:30-da da mənim imtahanımdır. İmtahan bir şeylər yeyib sonra imtahan mərkəzinə gedəcəyik. Mən də nə olur nə olmaz ağrı kəsici içəcəm. Çünki bilməm nəsə hiss edirəm ki, başım ağrıyır, ya qarnım ağrıyır falan. Ona görə dərman içəcəm. Yemək yeyəndən sonra belə imtahan mərkəzinə də gedəndə oranda çəkəcəm necə bir yerdir. Neysə içimdə elə bir dəhşət bir qorxu var. Halbuki demişdim ki, yəni qorxmayacağam bu dəfə. Amma hələ də var. Yəni ümid edirəm keçər. Hi guys. İndi Backwerk'dən özümüzə frişkezi brezel almışıq. Onu içirik kafeyindən. Almanların milli Səhər yeməyi. səhər yeməyi. Şirniyyat deyəcəkdim, şirniyyat deyib. Arasında yağ da deyil, aslında yağ. Soğlar kimi şey koyurlar. Biz onu yedik. Çünkü birazdan aramızdan birisi imtihan verecek. Birileri imtihan verecek. Nereden stresimi görürsünüz? Bayağı. Oversting canına Şu an overthinklemə saatdan. Hi guys. İmtihandan çıxmış bir Gülşən getdi bugün. Bu imtihan bitti. Baxaq görə indi nəticəmiz olacaq. 10-15 günə. Yəni Bir hissə pis oldu, 4 hissə yaxşı oldu. Yəni birinci hissədə çox çaşdım. Çox fərqli şeylər idi çətin. Məktub da çətin idi, amma yazdım yəni axıra qədər. Plus mən bir mərhələdən qorxuram. Ümid edirəm keçmiş olaram. Bu dəfə imtahan mən bilmirəm. Nəticəni 10-15 gün sonra görəcəyik. Günayda keçmişəm. İnşallah keçmişəmdir. Həqiqətən elə bir imtahandır ki, sən bilmirsən, indi keçdin ya keçmədin. İndi bilmirsən də, birazdan biləsən. Keçmiş olsan. Neyse bizim də evə gedirik. Evə yəqin 2 saat 1-də çatacağıq. Çünki yolumuz çox uzaqda. Əslində hal-hazırda saat 16:01-dir. Amma biz çox gecə və çatacağımız üçün indidən yola çıxarıq. Sağ olun. Ümid edirəm ki, imtahan nəticəsi çıxanda paylaşacağım. Sevərək, sevinərək daha doğrusu ki, şabiş 15-dəndir. Yəni imtahan o qədər qoşulan olduqca imtahan zibilini çıxarırlar. İmtahan zibilini çıxarırlar, çətinləşdirirlər. Onsuz da çox qoşulan var. Böyle daha çətin şeylər salaq deyirlər. Nə bilim, bilmirəm. Keçmiş olaram inşallah. Həqiqətən yəni bilmirəm. Klass 9-a gedir. O boyda da oxudum. Amma oxuduğum şeylərdə çaşdığım şey oxumadım. Yəni oxumadığım yerində nə qədər heç olmayan şeylər idi. Su suyurdum bir də dəhşət orada su götürməmişdim. Nə bilim belə. Çizi. Niyə atmırsan? Anayla danışır. Yox, mən burada imtahanı keçmişəm. Sən atmırsan zəngi. Keçmişəm? Hə. Allah haqqı. Allah haqqı atmır. Atım da tək istədiyin sertifikat olsun. Ay kız, oha çok sevindim. Mən də bizim vlogun davamını çəkirəm hal-hazırda. YouTube'dasın kanka. Oha. Hemen. Pardon. Ətərsən bana. Yaxşıyam, sən ətərsən. Mən çox yaxşıyam bana, çünki imtahanı keçmişəm. Həqiqətən? Həqiqi? Valla. Təbriklər. Adam bir 5'ten de karbonu atar da öyle Mən sevgiler. dedim ki, sənə birinci videoyu çəkmək üçün səsli reaksiya verdim. Oha ya. Çox sağ ol, həqiqətən Mən elə qorxdum ki. reaksiyalar üçün. Nə bilirəm. Korktum ki bu saatte çok olmuşsan ve ona göre bana ben gelirken o yüzden kötü düşünüyordum. Atacağım indi Ben çok sertifikatımı sevindim. sənə. Hakikaten özüm keçmiş kadar sevindim. Yani Esma o kadar sevinmemiştim. Eskişehir'e. Mən Çok üçün çox tebrikler. gözəl. Gözün aydın. Çok sağ ol. Allah'ım şükürler olsun. Buradaki Alo, Alo. yaxşıyam. Gəlir səsin, gəlir. Uşaqlar, məni təbrik edə bilərsiniz. Keçmişsən imtahanı? Doğru. Ayda təbrik edirlər. Gözün aydın. Əla. Alo. Salam Yasəmən, tərsən. Yaxşı, zəng tezmi yoxsa bilmədim. Nə?
Zəngdəydim, götürə bilmədim. Hə, sən indi mənim bu xoş xəbərimi eşitmək istəmirsən? Keçdi. Hə. Ay nəhayət, çox sağ ol sənə köməklərin üçün. Mənə çox dəstək oldun həqiqətən. Çox məndən stimulyasiya elədin. Çox sevindim. Təbriklər. Çox sağ ol, çox sağ ol, çox sağ ol. Hə, Tez deyirəm, imtahanı keçmişəm. Keçmiş? Hə, Sən? hə. Təbrik edirəm. Gözün aydın. Çox sağ ol, öpürəm. Ay, çox. Bu da deməkdir ki, ən qısa zamanda görüşəcəyik. Çünki də fabrika imtahanı keçib 10 yıl xəbərini. Heç də yığaram səni. Oldu, öptüm, sağ ol. Merhaba canım. İyiyim kızım. Sınav Sen size nasılsın? iyi haber vermek için aradım. Sınavı geçtim. Canım benim. Ay çok sevindim canım benim. Ben de çok sevindim. Çok tebrik ederim. Çok sevindim. Rabbim mübarek eylesin inşallah. Sağ olun çok. Yəni belə videonun sonuna gəldik. Yəqin ki sondasınız. Bu dövrdə mənim yanımda olan hamıya çox təşəkkür edirəm. İmtahan xəbərini ancaq ailəmə demişdim ki, dostlarıma Almaniyada belə zəng edib deyəcəm. Onlar da çox sevindilər. Mən də özümü çox rahatlamış hiss edirəm. Çünki həyatım son bir il idi ki, imtahan işğal eləmişdi. Bundan sonra qaldı iş tapmaq, işləmək. İnşallah o yollarında hamısı, bu yol nə qədər çətin olmuşdusa, o da o qədər rahat olar. Bundan əvvəlki və bu imtahanında da mən biraz şanssızlığım o idi ki, hər şey daha da çətinləşmişdi. Amma yəni bacardıq. Həqiqətən bu şeydir. Bu vaxtda da mənim yanımda mənə kömək olan və qarşılıqsız kömək edən çox dostum oldu ki, mənə həm mənəvi dəstək verdilər, həm də kömək elədilər. Mənim nələrsə öyrənməyimdə və yaxud da təkrarlamağımda. Onları da öpürəm. Sağ olun, çox sağ olun. Bundan sonraki imtahan videomuzda Apron'u ilk mərhələdə necə keçirmək olar inşallah. Sizi